Gəncə Ağır Cinayətlər Məhkəməsində həm kəndisini güllələməkdə təqsirləndirilən Babək Bayramlı və qardaşı Bahəddin Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Bahəddin Bayramlının cinayəti sübuta yetirilmədiyi üçün ona bəraət verilib və məhkəmə zalından azad olunub. Hökmə görə Babək Bayramlı hadisədə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. İddiama görə hadisə 2024-cü ildə Şəmkir rayonunun Şiştapay kəndində baş verib. Kənd sakini Zabil Aslanov odlu silahdan açılmış atəşlə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Araşdırmalarla məlum olub ki, Aslanov həmyerliləri Bahəddin və Babək Bayramlı qardaşları ilə mübahisə edib. Mübahisə zamanı güllə xəsarəti alıb. Müəyyən edilib ki, Babək Bayramlı 2021-ci ildə quldurluqda təqsirləndirilərək həbs edilib. Ona 2022-ci ildə elan olunan amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad olunub. 2022-ci ildə Aslanov aralarında yaranmış mübahisə nəticəsində Babək və Bahəddinin atasını döyüb. Həmin vaxtdan iki ailə arasında münaqişə yaranıb. Hadisədən 2 il sonra Bahəddin və Babək idarə etdikləri avtomobillə hərəkətdə olarkən küçədə Zabili görüblər və aralarında yenidən mübahisə başlayıb. Mübahisə nəticəsində Babək avtomobilində gəzdirdiyi AKM markalı avtomatla Zabilə atəş açıb. Hadisə nəticəsində Zabil qolundan və ayağından xəsarət alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Bahəddin və Babək Bayramlı qardaşları saxlanılıblar.